ABŞ ile İran arasında İslamabad'da geçirilen danışıqlar hiçbir netice elde olunmadan başa çatıb. Məlumata göre təxminən 21 saat devam eden müzakirələr zamanı tərəflər nüvə məsələsi, Hörmüz boğazı və sanksiyaların ləğvi ilə bağlı dərin fikir ayrılıqlarını aradan qaldıra bilməyiblər. ABŞ-nin vitse-prezidenti J.D. Vance İslamabad'da keçirilən mətbuat konferansında danışıqların heç bir razılaşma əldə olunmadan başa çatdığını təsdiqləyib. We've been at it now for 21 saatdir bu məsələ üzərində işləyirik və İranlılarla bir sıra mühüm görüşlər keçirmişik. Bu yaxşı xəbərdir. Biz xəbər isə odur ki, razılaşmaya nail ola bilməmişik. Məncə bu ABŞ-dən çox İran üçün pis xəbərdir. Buna görə də razılaşma olmadan ABŞ-yə qayıdırıq. We go back to the United States diplomacy. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai isə bildirib ki, yaranan çətinliklərə baxmayaraq diplomatik proses davam edəcək. Bəs az mənafə milli və diplomata biz bir sıra məsələlər üzrə qarşılıqlı anlaşmaya nail olmuşuq. Lakin 2 və 3 məsələ üzrə fikir ayrılıqları qalırdı və nəticədə razılaşma əldə olunmadı. Diplomatiya heç vaxt bitmir. Diplomatiya həmişə milli maraqları təmin etmək və qorumaq üçün bir vasitədir. Və diplomatlar istənilən şəraitdə, istər müharibədə, istərsə də sülh zamanı öz vəzifələrini yerinə yetirməlidirlər. Məmnun vəz. Öz növbəsində Pakistanın Xarici İşlər Naziri İshaq Dar deyib ki, rəsmi İslamabad yaxın günlərdə də tərəflər arasında qarşılıqlı əlaqə və dialoqun inkişafına dəstək verməyə davam edəcək. We hope that the two sides continue. Ümid edirik ki, hər iki tərəf regionda və onun hüdudlarından kənarı davamlı sülh və rifahın əldə olunması üçün müsbət yanaşmanı qoruyub saxlayacaq. Tərəflərin atəşkəs öhdəliklərini əməl etməsi son dərəcə vacibdir. Pakistan gələcəkdə də İran İslam Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında qarşılıqlı əlaqə və dialoqun təşviqində öz rolunu oynayıb və oynamaqda davam edəcək. Marshal Sayyid Azimuni həftənin əvvəlində əldə olunan atəşkəsdən sonra Pakistan paytaxtında keçirilən danışıqlar ABŞ və İran arasında 10 ildən çox müddətdə ilk birbaşa görüş, həmçinin 1979-cu il İslam inqilabından bəri ən yüksək səviyyəli təmas hesab olunur. Danışıqların uğursuzluqla nəticələnməsi 2 həftəlik kövrək atəşkəsi təhlükə altına salıb və regionda döyüşlərin yenidən başlama ehtimali ilə bağlı narahatlıqları artırıb.